gün yeni mahnı ifası öyrənəcəyik. Dünənki mahnını tam öyrənmədən bu mahnıya keçməyi qarışdıra bilərsiniz. Sonra keyfiyyətdə alınmaz. Əsas mahnıları öyrənməkdə məqsəd akord keçidlərinə öyrəşməkdir, akordlardan digər akorda keçməyi. Bu gün də təzə yeni başlayanlar üçün məşhur mahnı olan Cənab Leytenant mahnısının ifasını öyrənəcəyik. Burada akordlar sadədir, hamısı bildiyimizdə. O bir dənə akord var, o da. Onu da indi deyəcəm, o da çox sadə akorddur. Keçək mahnıya, mahnı necə ifalanır. Mahnı əvvəlində əslində burada intro var, bu hissə var, amma bunu hələ ki öyrənməsəz də olar, bu hissə var. Bunu da istəsəz sonra videoda keçərik, amma məncə təzə başlamaq üçün məqsəd uyğun deyil. Burada indi birinci necə başlayırıq, necə ifalanacaq, akordlarla bir-bir deyəcəm hamısını, ritmlərlə. Bu akordların hamısını bilirik. Bir dənə burada AM akordu gəlir, sonra A7 akordu, bunu bilmirik. Qanunlarını bilirik. Bu ritmi də deyəcəm indi necədir, bilirsiniz bunu da. Burada ritmi dəyişmək də olar, belə demək olar. Bu ritmi də dəyişmək olar. Nəsə, başlayaq akordlara, ritmlərə. Birinci burada başlanğıc AM akordu ilə olur. AM akordunu bilməlisiniz, əvvəlki videolarda var. Amma deyim, burada birinci pərdənin ikinci simi sıxılır, ikinci pərdənin üçüncü, dördüncü simləri. Daha sonra Y akordu. YM akordu yox, Y akordu. YM akordunda ikinci pərdənin 4 və 5-ci simləri sıxılırdı. 4 və 5. Orada bu akorda əlavə olunur. Birinci pərdənin üçüncü simi olur Y akordu. Deməli, Y akordu birinci pərdənin üçüncü simi, ikinci pərdənin 4-5-ci simləri. Bu ki, AM akordundan bir atdım, bir sim atdım, yuxarı qalxırıq. O olur Y akordu. Sonra DM akordu. DM akordu burada deməli, birinci pərdənin birinci simi, ikinci pərdənin üçüncü simi, üçüncü pərdənin ikinci simi. Daha sonra yenidən, daha sonra S akordu var. Mahnının təkcə əvvəlində ifa olunacaq bu yer, sonra eyni ifa gələcək. S akordunu da bilirsiniz, bilməlisiniz. Birinci pərdənin ikinci simi, ikinci pərdənin dördüncü simi, üçüncü pərdənin beşinci simi. Sonra yenə Y akordu. Birinci pərdənin üçüncü simi, ikinci pərdənin 4 və 5-ci simləri. Sonra fisioloji gedir təzdən DM akordu. Belə gedir, DM akordu. AM akordu. Bir də deyim, deməli D akordu necə? DM akordu necə idi? Birinci pərdənin birinci simi, ikinci pərdənin üçüncü simi, üçüncü pərdənin ikinci simi. AM akordu, birinci pərdənin ikinci simi, ikinci pərdənin 3 və 4-cü simi. Bir də Y akordu. Deməli, Y akordu. Birinci pərdənin üçüncü simi, ikinci pərdənin 4 və 5-ci simləri. Mahnı bu yer necədir? Deməli, D akordu, AM, Y akordu. Sonra gəlir AM akordu. Bir də burada yeni bir akord var dediyim A7 akordu var. A akordu demişik, ikinci pərdənin ikinci, üçüncü, dördüncü simləri belə sıxılır A akordunda. A7-ni deməmişdim. A7 akordunda deməli, üçüncü sim sıxılmır. İkinci və dördüncü simlər sıxılır ikinci pərdədə. 2 və 4 ikinci pərdədə. İndi ola bilər qarışdırasız akord sıralamasını təzədən deyim. Mahnının əvvəli necə başlayır? Ritmdən çalmayacağım. Hər hansı bir ritmdən çalacağım. Prosta əsas odur akordları birinci biləsiniz. Hansılar? Deməli, AM akordu gəlir. Sonra Y akordu.
DM akordu, C akordu, G akordu. Daha sonra dövr edir. D, DM akordu, AM akordu, Y akordu, AM, A7. Sonra təzədən. Burada A7 olmur, hələ AM-da qalır. Mahnı belə olaraq davam edir. Bir də burada nüanslar var. Məsələn, əvvəldə başlayanda belə başlayır. Deməli, AM akordu başlayır, A7 sonra. AM akordu, G akordu, DM akordu. Yəni, fikir verin, 2 dəfə gedir bu. 1, 2, 1, 1. Yəni, hərəsi C ilə Y bir dəfə olur, qalanları 2 dəfə olacaq. Ritm, yəni. Nəsə, ritmi başlayalım, onu təzədən deyərəm necə oldu. Yəni, ola bilər, qarışdırarız. Ritm burada, yəni, sadədə bildiyimiz, yəni, bas simlə 3, 2, 1, 2, bəli, başlanğıcda. AM akordunun bas simi 5-cidir. Bilirsiniz, yəni, əvvəlki dərslərdə var. Bas sim, yenə deyim nədir? Və akordun ən yuxarıda tutulan simindən daha yuxarıdakı sim. Yəni, AM akordunda ən yuxarıda tutulan sim 4-cü simdir. Deməli, bas sim 5-ci. Bas sim 3, 2, 1, 2, 3. 2 dəfə çalırıq bu hissəni. Yəni, bas sim 5-cidir, amma birinci dəfə bas simin 5 ilə çalırıq. Sonra, yəni, istəyimizə görə dəyişə bilərik 6. Ya da 4-cünü də çala bilərsiniz. Yəni, zövqünüzə uyğun. Yəni, bas sim özünüz ucu bilirsiniz də, yəqin ki, burada ən yuxarıdakı sim 5-ci olduğuna görə 6 Y akordunu. Yəni, fikir verin, 2 dəfə oldu burada, bax. 2 dəfə oldu. 1, 2, 1, 2, 1, 2, 1, 2, 1, 1. Deməli, C akordu ilə Y akordu bir dəfə oldu. DM akordu 2 dəfə. Yəni, mahnını özünüz dinləyə bilərsiniz. Ona uyğun olaraq ola bilər, məsələn, akordları çaşdırırsınız. Mahnı ilə bir ifa eləyəndə alınacaq. Deməli, mahnı necə oldu? Sonra gəlir DM, AM, Y, AM, A7. Yəni, bu dövr etmək başlayır. Belə gedir elə mahnı. Yəni, burada da fikir verin. Deməli, DM akordu 2 dəfə dövr edir. Yəni, 2 dəfə olur. 2, 1, 2, 1, 2. Qaydırıq AM akorduna bir dəfə. Bir dəfə olur. Keçirik A7 akorduna. Hərəsi bir dəfə. Bayaq C ilə Y kimi hərəsi bir dəfə olur. Yəni, bu qədər. Bu ritmdən, ya da ritmi bayaq dediyim kimi dəyişə bilərsiniz yeni başlayanlar. Çünki akordu dəyişmək, ritminlə ifa eləmək ikisi də çətindir. Ona görə belə bu ritmlə ifa eləyə bilərsiniz. Aşağı, yuxarı, yuxarı, aşağı, aşağı, yuxarı. Bir dəfə, aşağı, aşağı, yuxarı, yuxarı, aşağı, aşağı, yuxarı, yuxarı. Yəni, 2 dəfə edirik bunu. Hər akordda 2 dəfə edirik, amma yenə hansı akordlarda bayaq bir dəfə ritm elədiksə, yəni bu ritmdə hərəsi bir dəfə olacaq. Fikir verin, baxın. 1, 2, 1, 2, 1, 1, 2, 1, 2. Daha doğrusu 1, yəni bu da 1 oldu, bu da 1 dəfə oldu. Yəni DM akordu amma 2 dəfə. Yəni başqa akordlar kimi bu 2 dəfə oldu. Yəni aşağı, aşağı, yuxarı, yuxarı, aşağı, aşağı, yuxarı, yuxarı bu ritmdən də ifa eləyə bilərsiniz, yəni yeni başlayanlar. Nəsə bu qədər.